Azərbaycan Texnologiya Universiteti İnnovasiya Mərkəzi təqdim edir. Telekommunikasiya, uzaq məsafəyə məlumat ötürülməsini təmin edən texnologiyadır. Telefon danışığı, internet, televiziya və mobil rabitə bu sistemin əsas hissələridir. Məlumat səs, şəkil və ya mətn formasında elektrik siqnalları və radio dalğaları ilə ötürülür. İlk rabitə üsulları tüstü siqnalları və təbil səsləri idi. 1830-cu illərdə teleqraf yaradıldı və elektrik siqnalları ilə mesaj göndərilməsi mümkün oldu. 1876-cı ildə Alexander Graham Bell telefonu ixtira etdi və insanlar uzaq məsafədən real vaxtda danışmağa başladı. Daha sonra radio, televiziya və peyk rabitəsi inkişaf etdi. 1980-ci illərdən mobil telefonlar yayılmağa başladı və zamanla smartfonlara çevrildi. Müasir telekommunikasiya sistemlərində fiberoptik kabellər və 5G texnologiyası istifadə olunur. Bu texnologiyalar məlumatın çox sürətli ötürülməsini təmin edir. 5G mobil rabitənin ən yeni nəsillərindən biridir və əvvəlki texnologiyalardan daha yüksək internet sürəti təqdim edir. Bu sistem ağıllı şəhərlər, sürücüsüz avtomobillər və süni intellekt əsaslı cihazların daha sürətli işləməsinə kömək edir. Wi-Fi isə cihazların kabelsiz şəkildə internetə qoşulmasını təmin edən simsiz rabitə texnologiyasıdır. Evlərdə, məktəblərdə və ofislərdə internet bağlantısı əsasən Wi-Fi vasitəsilə paylaşılır. Sputnik peyki isə telekommunikasiya və kosmik texnologiyanın inkişafında mühüm mərhələlərdən biri hesab olunur. 1957-ci ildə orbitə göndərilən Sputnik 1 dünyanın ilk süni peyki idi və gələcək peyk rabitəsi texnologiyalarının inkişafına böyük təsir göstərdi.